ölkədə bu ildən kişi və qadınların pensiya yaşı bərabərləşir. 2026-cı ilin 1 iyul tarixindən etibarən qadınlar üçün pensiya yaşı 6 ay artırılaraq 65 yaşa çatdırılacaq. Bundan sonra ölkədə qadınlar üçün pensiya yaşı 65 yaş səviyyəsində sabit qalacaq. 2021-ci il iyulun 1-dən isə ölkədə kişilərin pensiya yaş həddi 65-dir. Kişilərin pensiya yaşı artıq xeyli müddət 65 yaş idi və hər il 6 ay pensiya yaşının uzadılması nəticəsində 2026-cı ildə də qadınların pensiya yaşı kişilərin pensiya yaşı ilə bərabərləşəcək. Millət vəkili Vüqar Bayramov deyir ki, bir sıra Avropa ölkələrində, eləcə də inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da pensiya yaşına diferensial yanaşma təklif olunur. Pensiya yaşı müəyyənləşdirilən zaman yalnız kəmiyyət göstəricilərindən deyil, həm də keyfiyyət göstəricilərinin istifadə olunmasını məqsəd uyğun hesab edirik. Yəni, yalnız yaşına uyğun deyil, həm də təbii ki, bir sıra keyfiyyət meyarlarından istifadə məqsədə uyğun olardı. Məsələn, tək qadınların daha tez pensiya çıxması məqsədə uyğundur. Eyni zamanda uşaqların sayına görə pensiya yaşının azaldılmasına baxılması məqsədə uyğun olardı. Vüqar Bayramov bildirib ki, qadınların daha tez pensiyaya çıxmasının təmin edilməsi ilə bağlı da təkliflər aidiyyatı üzrə təqdim edilib. Aytən Fehruz, Xəzər xəbər.